Herkese salam, kanalıma ve yeni vloga hoş geldiniz. Biz yine yeni mebellər aldıq. Bu mebelləri Papagil, mənim ailəm bizə pul göndərmişlər ki, bəs özünüzə yeni il olaraq nə istəyirsəniz hədiyyə alarsınız. Mən də belə bir komod bəyəndim, çox xoşuma gəldi. Dedim bunu alıram. Bir də kuxna üçün stol götürdüm Yuzuqdan. Çox bəyəndim. Bizim mətbəxdəki stolumuz Sədrəkdən aldığım 90 cm idi. Hər dəfə yoldaşım oturanda deyirdi ki, bəs bu balacadır. Ona görə gedəyişək. Təsadüfən Yuzuqa getmişdik və orada bunu gördü. Yoldaşım dedi ki, bəs bu böyükdür. Bizə daha əl verir. Ona görə bunu aldıq və üzərinə də Temudan aldığım bu klyonkanı sərdim. Daha qəşəng oldu. Digər stola böyük idi daha doğrusu. Hər ölçüləri var. Əgər istəsəniz yazarsınız mənə. Mən sizə linkini atacağım. Və sonra işimiz var idi. Sədrəkdə getdik, bir şeylər aldıq və təbii ki, həmişə Sədrəyə gələndə buxur alıram. Bu sıradan götürürəm hər zaman. Çünki bunlarda tam olaraq orijinal olur. Dəfələrlə gedib ancaq oradan alıram. Bir ədədi 2 manatdır, amma qoxusu o qədər gözəl qalıcıdır ki, yəni tövsiyə edirəm sizi də oradan almağı. İndi isə gəlin birlikdə yeni ilə hazırlaşaq. Düzdür, bayram havası qətiyyən yoxdur, amma yenə də mən hər il hazırlaşıram. Olivye hazırlayacağım. Ona görə dedim ki, yüngülvari bazarlıq edeyim. Gəlin göstərim sizə nələr aldım. İndirimlər var idi. Rahat marketdə dedim yararlanım. Şeker götürdüm, ehtiyacım var idi. Əslində mən ehtiyacım olan şeyləri alıram, gündəlik alırıq. Biz məsələn nəsə bitir, məsələn şeker bitdi, gedib şeker alırıq. Ya həftəlik, ya aylıq biz bazarlıq heç vaxt eləmirik. Şeker, azər şeker alıram həmişə. Bunlar yaxşıdır mənə görə. Oreo endirimə düşmüşdü. Qızım xoşlayır deyə dedim bundan götürüm. Bu da 2.99 ya 95 qəpiyə idi. Yadımdan çıxdı qiyməti. Sonra şeker tozu olaraq mən hər zaman Richmond'ı götürürəm. Bu elə bir daha yaxşıdır. Olivye üçün mayonez götürürəm. Bizim süfrə Xazyayuşkada bunların hamısını bəyənirəm. Amma bu dəfə dedim ki, bizim süfrə götürüm. Həm də bu endirimdə idi. Sonra kalbasa götürdüm Doktorskaya. Halaldır yəni bu. Mən həmişə halal alıram. Kalbasa olsun, sasiko olsun, belə kalbasa olsun. Yəni həmişə halal alıram. Sonra Bostanın belə xiyarlarını götürdüm yenə olivye üçün. En sevdiğim Azer çay. Mən bundan alırım. İllər öncə mən Rusiyada almışdım. Rusiyada bunun qablaşdırması başqa cürə idi. Burada belə görsənirdi də iri dənəciklər olduğunu. Amma burada yoxdur. Yenə də o illərdən bu yana qədər, hardasa 10 ildən çoxdur da artıq mən bundan ancaq istifadə edirəm. Bir də bəyəndiyim Cihan çay var. İranındır. Əgər istifadə eləməyibsinizsə o da çox qəşəng dadlıdır. Biraz bahadır o təbii ki, amma yenə də almağa dəyər. Çünki həqiqətən də çox yaxşı dadlı çaydır. Suyu, olivye üçün Bonjelin qaroxunu götürdüm. Gəlin sizə lifehack göstərim. Deməli, əgər salfanlarınız varsa, yığılıbsa və belə atırsınızsa, məsləhət görürəm belə eləyin. Təbii ki, mən özüm həmişə belə eləyirəm. Əvvəllər qatdalayırdım uşaqlardan öncə, maraqlı gəlirdi. Qatdalayırdım, amma əkizlərdən sonra belə bir-birinə keçirirəm, yüngülvari bağlayıram və atıram. Daha rahatdır belə saxlamaq. Sonra spisakına gitmişdim. Kök götürdüm, biraz belə. Diyar. Biraz sif endirimə düşmüşdü. Dedim ki 2 ədəd götürüm. Bilmirəm 5 manat neçə idi qiyməti. Desə 5 manat 92 qəpik idi. Mən siflə təmizləyirəm. Çox vaxt mokanın içini saralanda falan da qəşəng aparır. Ona görə dedim belə götürüm. Damesta sizə Ariel. Ariel də mən hər zaman baxın bundan götürürəm. Bir dəfə alın, bəyənəcəksiniz. Lenor tərkiblidir, qəşəng qoxulu olur. Amma yenə də buna baxmayaraq ətirləndirici vururam, əlavə edirəm. Bu da salatamızın digər payı. Hamısı bir yerdə 53 manat 87 qəpik tutdu. Baxırsan ki, nə aldım ki? Yenə Temu sifarişi. İlk öncə bunu göstərim. Belə bir ayaqqabı içliyi aldım. Belə qalındır. Nasıl görəcəm? Yoldaşıma aldım. Belədir, baxın. Yumuşaq, qəşəng. Yəqin ki, özü də yaxşı olar. Əslində, bu da mənim yeni il hədiyyəm idi. Sadəcə bu biraz gec gəldi. Materiala baxın da. Çox qəşəngdir axı. 2 ədəd balış üzlüyü. Kənarları da belədir. Qəşəngdir. Bir də yorğan üzlüyü. Amma mən bunu yorğan üzlüyü olaraq istifadə eləməyəcəm. Çünki biz yorğandan istifadə etmirik. Ona görə bunu mən prostinya kimi istifadə eləyəcəm. İndi görüm ölçüləri düz gəlsə, beləcə sərəcəm. Yox, əgər düz gəlməsə, o zaman kəsərəm, biraz əlavə eləyərəm. Bağlama yeri də belə zamoklandı. Qəşəng. Bunu yuduqdan sonra dəqiq bilərəm ki, bu yaxşı mı qalacaqdır, amma rəylərdə yazıblar ki, çox qəşəngdir. Baxın, belə bir şeydir. Rəngi burada soluq görsənir, sanki bej rəngdir, amma bej deyil, biləm, gül qurusu rəngi olur. Baxın,
Точно o renkdir. Sadəcə burada o renk görsəmir qətiyyən. Sanki bejdir, amma bej deyil də, çox qəşəngdir, amma o qədər gözəldir, xoşuma gəldi. Deməli balış üzləri də çox qəşəngdir. Bu da qəşəngdir, materialı falan əsasən materialına baxın. Çox qəşəng bir materialı var, belə xarab olmayan bir materialdır. Bu əslində yorğan üzüdür, dediyim kimi. Bunu mən plastina eləyəcəm. Necə? Baxın, bu iç tərəfidir. Bax, buradan hardasa belə bir şey kesmək istəyirəm. Elə bir ki, bunu elə bir ki, matrasın altına çəkmək üçün də belə kəsəcəm. Bu qalan hissəsini isə, bu orta hissəsindən də balıq, yəni yastıq üzlüyü tikmək istəyirəm ondan. 2 ədəd, əgər alınsa, alınmasa paduşkalar eləmək istəyirəm. Belə amma çox qəşəngdir. Artiklını burada paylaşırım. İstəsəniz keçib rənginə də dəqiq orada baxa bilərsiniz. Burada düşmür. Bir də bizdə burada deməli döşəyin iç tərəfində belə yığılıbdır sanki ora tükcüklər, həmin o nə deyirlər ona. Baxın o yığılıbdır. İstəyirəm bir dəfə bir yerdən bir şey açam və bunu dağıdam elə bir hər iki tərəfə, ortayı boş saxlayam biraz ki belə ortada elə bir ki təpə yaranıbdır. Elə bir şey olmasın. Üstündə də belə vişnələr var. Çox qəşəngdir amma güzeldir. Qiyməti də çox yaxşı idi. İstəsəniz ala bilərsiniz. Nə pis durur bunun ortası. Realda çox qədər gözə çarpım var amma iPhone-da elə bir ki bütün qırış-fırış. Nəysə mən başlayıram ev təmizliyi etməyə. Ev ki çəkiliş edə bilmirəm sizə. Yeni ilə hazırlaşırıq. Oliviye'ni də demək olar ki artıq hazırladıq. Hamısını bu tez aparatımızla lay doğradım. Qızım da bu aparatla işe doğradı. Tez bazarda qurtardıq. Əvvəl yoxsa əlimizlə doğrayırdıq. Qaldı şuydu, duzu istiyordu. Bir də mayonez. Alişne'nin xalası qızı Olivia da hazırdır. Baxın qəşəng oldu. Bursa nə belə qaranlıq düşür belə. Şey hazır oldu. Qaldı bir dənə dadının qarışması. Bunu yığacağım bir dənə qazana, qapaqlı olsun deyə. Qoyacağım qalsın, qəşəng dadı bir-birinə qarışsın. Buraların vəziyyəti hal-hazırda belədir. Burada Ariel də var. Hələ nəysə yığışdıracağım indi. Dedim əsas bir dənə bunu qutaraq aradan çıxsın. Qaldı deməli bayramda biz nə eləyəcəyik? Bir dənə bu Olivia olacaqdı. Aş eləmək istəyirəm, plov yəni. Plov eləyəcəm. Sonra kebab olacaqdı. Yoldaşım dedi kebab çəkdirərəm. Heç çox yemək bişirməm. Və tort almaq istəyirik azdan. Bu da bizim bayramımız. Axşama da fişənglərimizi atarıq. Bundan da yeni ili qarşılayarıq. Əslində yeni il ab-havası demək olar ki yoxdur. Qəti yoxdur. Mən ümumiyyətlə yeni ildə xoşlayıram ki çöldə qar olsun, hava soyuq olsun, maroz olsun, amma bu ab-hava yoxdur da bizdə. Adi bir gün kimi gəlir. Sadəcə bilirsən ki yeni il gəlir, onu qarşılamalısan. Yəni adi bir gün kimi gəlir. Əvvəlki kimi belə nağıllar, belə falan yoxdur da. Nə bilim. Yenə də hamımıza düşərli olsun inşallah bu 2026-cı il. Amin. Əziz və gözəl izləyicilərim, hər birinizin yeni ilinizi təbrik edirəm. Neçə belə gözəl illərə inşallah çıxaq hər birimiz. Nə arzularınız varsa hamısı gerçək olsun. Hər birinizə xoşbəxtlik, bol ruzi, bərəkət və əsas can sağlığı arzu edirəm. İnşallah bu il hər birimizə düşərli olsun. Yeni iliniz mübarək. Yeni ili qarşıladıq və Azaddan aldığımız tortu kəsirik. Dedik bir stəkanda çay içək, biraz da söhbət eləyək, ondan sonra artıq dağılışarıq yatmağa. Yeni il aksesuarlarını da yığışdırım. Stonsunda olanları falan onları götürüm. Yolkalar falan belə. Dedim yığışdırım artıq. Burada sadəcə bunu saxlamaq istədim. Əsl qış havasıdır. Yəni yeni ilə heç bir adiyyəti yoxdur düşünürəm. Qar dənəcikləridir, şişqa, belə bir şeydir. Dedim ki bu qalsın burada, qəşəngdir. Bir də burada məndə deməli bunlar var. Bunları da sökərəm yavaş-yavaş. Qoyarım gələnlə saxlayaram. Bu yolkanın vəziyyətindən yəqin ki başa düşdünüz evdə nələr baş verirmiş. Uşaqlar bunu da yerdə sürüdülər də. Ona görə dedim yeni ilin səhəri günü bunu yığışdırım, yaxşısı budur.
Yeni ilə aid nə var idisə hamısını yeni ilin səhərisi günü yığışdırdım. Çünki nə bilim, istədiyim kimi qarşılaya bilmədim. Həm də yeni il havası yox idi deyə dedim qoy elə yığışdırım, əvvəlki vəziyyətimizə geri qayıdaq. Burada posteri dəyişirəm. Bu posterlərin hər birini Temudan sifariş etmişəm. Hansının linkini istəsəniz yazın mənə, sizə göndərim. Yeni ilə yaxın nədənsə vloqları az çəkdim. Videolarım çox az oldu. Bu videoda ona görə qısa oldu. Həm biraz sürətləndirdim, həm lazımsız yerləri kəsdim deyə başı qısaldı. Düşünürəm zaman-zaman yavaş-yavaş artıracağam, daha çox, daha uzun olacaqdı. Sadəcə mövzu tapa bilmirəm, nə çəkim, nə edeyim. Əgər bir fikriniz varsa, siz də mənə atın o ideyalarınızı. Mən də ona uyğun vloqlar çəkim. Nə barədə istəyirdiniz ki, vloqlarım olsun? Gəzmək, ev işləri filan, nə bilim, hamısını yazın. Mən də ona uyğun videolar çəkim və bura qədər izlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun ki, izləyirsiniz. Daim olaraq mənə dəstək olursunuz. Gələn vloqlarda görüşənədək. Hələlik.